Vahiddə var ki, musiqi məclisinin türfə əlamətləri var, gür şıqıl, gör necə cansuz hekayətləri var. Musiqi qəm dağıdır, zövq verir insana. Neysə o qəzəlin bir beyti var. Musiqi məclisinin, musiqi zövqü həlakülərə təsir etmiş, oxu tarixi, düşün, gör nə rəvayətləri var. Mən doğrusu uşaqlar sual elədilər, bunu bilmirdim. Bir gün Vahidin özünü tutdum, dedim Vahid dayı, biz belə bir beyt işlətmirsən. Heç birimiz mənasını bilmirik. İndi bilirlər ki, mən sənə azmaz yaxınan belə salam da verirəm sənə. Xahiş ediblər ki, biz bu beytin mənasını sən bizim üçün açasan. Dedi ki, valla mən də o beytin deyəcəm sənə mənasını. Oxumamışam özüm. Ancaq mən bir yerdə musiqiçilərin haqqında bir toyda, bir məclisdə sağlıq deyilirdi. Bir nəfər bu əhvalatı danışdı, ondan sonra mən onu şeirə salmışam. O, Cənubi Azərbaycanda Barağa hissəsində, demək, o Tatar-Monqolların sülaləsindən, Çingiz xan, Batı xan, bunların sülaləsindən olub, gəlib bir nəfər, demək, Həlaki adında xan, Azərbaycanda xanlıq edir. Çox zalim adam olub, Dədə-Baba necə zalim olublar, bu da onların biri olub. Bir gün qadınların hansınınsa əlindən hissəni əmr edir vəzirə ki, yatıram, səhərə qədər ölkədə bir dənə qarlı səlamət qalmamalıdır, hamısını gümüşdən keçirməlisin. Vəzirlər də uzaq görən adam oldular, təcrübli adam oldular, fikirləşir bu hər şey verdi, bu prikazı yaptı, mən də tutalım ki, bunun əmrini yerinə yetirdim. Səhər bu qadınları qırdım, çatdım, biz bu bizim uşaqlarımıza baxan kim olacaq, paltarımızı yuvan kim olacaq, morayımızı hazırlayan həyatın yarısı qadın deməkdir. Biz mən bunları məhv edim, bunun işin axırı nə olacaq? Tədbir görür. Harada yaxşı musiqi alətində çala bilən qadınlar var, yığır xanın yatağının dövrəsinə, deyir ki, bizatımız öz əlimizdedir. Əgər xanın fikrindən döndərə biləcək bir musiqi təranəsi ifa edildiyi söz, bəlkə şahı fikrindən, bana öz fikrindən keçdirir. Və bunlar da hərəsi bir alətdən, biri ney, biri kamança, biri ud, biri qarmon, hərəsi bir musiqi alətində gözəl bir musiqi təranəsi ifa edir. Xan elə bilir ki, yuxu görür. Gözlərini bərk-bərk yumur ki, yuxudan fariq olmasın, tayin ki, bu sədalar kesilməsin bunun qulağından. Biraz keçir, hiss edir ki, yox, bu yuxu deyil. Açır gözünü görür ki, qadınlar hərəsi bir musiqi alətində çalırlar bunun yatağının dövrəsində. Vəzir də dayanıb qapının ağzında deyir ki, vəzir, əmrimi yerinə yetirmişsən. Deyir, xan sahib, hələ səhərin açılmağına çox var. Deyir ki, əmrimi geri götürməm, qadınlara deyib dolaşmır. Şimdi Vahid görmək ustalarla salıb onu oraya. Deyir ki, musiqi zövqü həlakülərə təsir etmiş. O cür zalim adamlara təsir. Əgər sənə təsir eləmirsə, görsən, həlaki qandan da uyanırsan. Musiqi zövqü həlakülərə təsir etmiş, oxu tarixi, düşün, gör nə rəvayətləri var.